Əhzab surəsinin 6-cı ayəsində Ən-Nəbiyyü ovla bil-mu'mininə min ənfusihim ayəsi var. Peyğəmbər möminlərə özlərindən də yaxındır. Onlar Quran əhlidir. Peyğəmbər salavatullah hələ əmsi oğlu Əlinin xilafət və vilayətini bəyan etməmiş, söyləməmiş, onlardan təsdiq aldı. Dedi, bu vaxtıycan məndən bir yalan görmüsünüzmü? Mənim sözümdə bir vədə xilaflıq görmüsünüzmü? Buyurdu ki, Allah Teala buyurur, Ən-Nəbiyyü ovla bil-mu'mininə min ənfusihim. Peyğəmbər möminlərin özlərinə, canlarına özlərindən də yaxındır deyə və onlara sual verdi. Mən sizə sizin özünüzdən yaxın deyiləmmi? Hamısı yekdilliklə dedilər ki, ey Allahın Rəsulü, sən bizə bizim özümüzdən yaxınsan və biz səndən nə yalan görmüşük, nə də ki, bir vədə xilaflıq. Və o zaman Peyğəmbər salavatullah əmsoğlu Əli ibn Əbi Talibin haqqında bugünün ən məşhur olan, hər birimizin dilimizin əzbəri olan kəlamını söylədi. Fəmən kuntu mevlahu fəhava aliyyum mevlahu. Orada bir ədəbi cəhətdən bir yanaşma var. Peyğəmbər salavatullah buyurur ki, mən kimin mövlasıyamsa, özünü qeyd etmədən birbaşa İmam Əlini demədi, o qəbul etməyənlər elə Peyğəmbərin də vilayətində şək şübhə sual altına düşür. Peyğəmbər salavatullah buyurur ki, mən kimin mövlasıyamsa, bu əmim oğlu Əli də onun mövlasıdır. Yəni, əgər bunun vilayətini qəbul etməsə elə mənim də vilayətimi qəbul etməz. Bu anlamdadır. Və orada bir dua etdi. Allahümmə vali mən valah. Allahım, əmim oğlu Əli ilə dost olanla sən də dost ol. Allah bizi Əli ibn Əbi Talib ağamızın o ləyaqətli dostlarından qərar versin. Allahümmə vali mən valah. Ay mənim Allahım, hər kim əmim oğlu Əli ilə dost olsa, sən də ondan dost ol. Və adi mən adah, kim onunla düşmənçilik eləsə, sən də ona düşmən ol. Və əhibbə mən əhəbbəh, kim ona məhəbbət bəsləsə, onu sevsə, sən də onu sev. Və əbğid mən qazabəh, mən əbğabəh. Allahım, kim ona düşmənçilik eləsə, qəzəb eləsə, sən də ona qəzəb et. Vansur mən nəsarəh, vansur mən nəsarəh. Kim ona kömək eləsə, nüsrət etsə, yardım etsə, Allahım, sən də ona yardım et. Vaxzul mən xavaləh. Allahım, kim onu xar etməyə, pisləməyə çalışsa, sən həmin şəxsi xar et, onu pis et. Və adiril haqqa məhu heysu dar. Bu çox mühümdür. Allahım, əmim oğlu Əli ilə haqqı birlikdə qərar ver. Məşhur kəlamı idi ki, Aliyyum ma'al haqq vəl haqqu ma'aliyyin.